Münasibətlərdə manipulyasiya ifadəsini yəqin ki, çoxunuz eşitmisiniz və sizdə belə bir fikir yarana bilər ki, görəsən münasibətimdə mən də partnyorum tərəfindən manipulyasiya edilirəmmi? Manipulyasiya yaşasaydım, bu mənim münasibətimdə özünü necə göstərərdi? Gəlin bir neçə göstəricilərə nəzər salaq. Partnyorunuz sizin sevmədiyiniz, xoşunuza gəlməyən davranışlar edir və bundan sonra başlayır üzr istəməyə. And içirəm, bir daha etməyəcəm, söz verirəm, gələn dəfə daha diqqətli olacağam, üzr istəyirəm. Və bu hallar dəfələrlə təkrarlanır. Bu artıq sizin manipulyasiya edildiyinizə dair bir işarədir. Çünki davamlı verilən vədlər var, amma dəyişən davranış yoxdur. Partnyorunuzla bir mövzuda mübahisə edirsiniz. Sizə qarşı elə sözlərdən, elə cümlələrdən istifadə edir ki, günahkar olmadığınız halda günahkar çıxırsınız. Və hətta sizdə belə bir fikir yaranır ki, burada deyəsən doğrudan da günahkar mən idim. Sizə qarşı davamlı əmr cümlələrindən istifadə edir. Ora getmə, bunu geyinmə, onu etmə, bu dostunla görüşmə. Bu da manipulyasiya edildiyinizə dair bir işarədir. Ayrılmaq istədiyinizi deyirsiniz, aşırı reaksiya verir. Əsəbləşir, özündən çıxır. Biraz keçir, sakitləşir və sizi çox sevdiyini deyir. Əslində sizdə belə bir fikir yaratmağa çalışır ki, mən olmasam sən tək bacarmazsan. Sizin incidiyinizdən, küstüyünüzdən, hətta ağlamağınızdan, zəifliyinizdən belə istifadə edərək sizi özünə bağlı hala gətirir. Məhz buna görə də çox vaxt seanslarda mən bilirəm əslində, o mənə yaxşı təsir etmir, amma ondan uzaqlaşa da bilmirəm kəlmələri, bu ifadələri çox tez-tez eşidirik.